Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bugün sizin üçün DİM-in 3-cü qrup üzrə tarix suallarının izahatını təqdim edəyək. Suallarımıza keçid alaq. Burada qeyd edilir ki, eradan əvvəl 3-cü əsrdə Pun müharibəsinin başlamasının səbəbi Roma imperiyasının Sardiniya və Korsika adasını işğal etməsi belə qalır. Karfagenlərin Roma imperiyasının ticarət gəmilərinə hücum etməsidir, yanlışdır. Aralıq dənizinin qərb sahillərini nəzarət etmək uğrunda mübarizə. Demək, Aralıq dənizinin qərb sahili. Roma imperiyasının qoşunlarının Afrikaya qoşun çıxartması, Afrikaya sonradan müharibəsindən sonra başlanma səbəbidir. Romanın təbii sərvətlərini ələ keçirmək, Romanın Asiyanın təbii sərvətləri. Burada Aralıq dənizin qərbinə doğru, qərbinə nəzarət etmək uğrunda mübarizə. Yəni C daha uyğun cavabdır. Roma Sardiniya və Korsika adasını işğal etməsi istəyidir əslində. Karfagenlərin Roma imperiyasının ticarət gəmilərinə hücum etməsi yanlışdır. Aralıq dənizin qərbinə doğru deməli nəzarət etmək uğrunda mübarizə. Bəli, nəticədə Roma nəzarəti öz əlinə alır. Ümumi nəticədə Roma istəyinə nail olur. Roma imperiyasının Afrikaya qoşun çıxartması. Afrikaya bu dövrdə bunun səbəbini soruşur burada. Ona görə bunu götürmürük. Təbii sərvətlərini ələ keçirmək, deməli Asiyanın təbii sərvəti. Bu Asiyada müharibə getmirdi. Ona görə Y yanlışdır. Burada C uyğun cavabdır. Digər bir sualda mərcman və satrap üçün ümumi cəhət qoşunların ali baş komandanı olmur. Satrapda var qoşun yığmaq, qoşunların baş komandanı, amma mərzbana aid etmək olmaz bunu. Deməli mərzban qoşunların ali baş komandanı götürmək olmaz. Hökmdardan sonra ikinci şəxs sayılması. Bu Əhəmənilərdə satrap idi, düzdür, amma burada mərziban götürmək. Dini işlərə rəhbərlik kahinlərdir. Şah xəzinəsinə baxan məmur olmaları. Xeyr, bu da yanlışdır. İnzibati vahidləri idarə edən. Məsələn, mərziban vilayətləri idarə edənlərdir. Bu Sasanilərdə vilayətləri idarə edən. Eyni zamanda satrap da həminki vilayətləri idarə edəndir. Qoşun toplayırdı. Vilayətlərdən qoşun toplayan məmurdur. İnzibati vahidləri idarə edən məmur. Ona görə də burada doğru cavabımız Y variantı olar. Digər bir suala baxırıq. Hadisə nəticə əlaqələrini müəyyən edin. Məhəmmədcan Pəhləvan hakimiyyətə gəlməsi paytaxtı Həmədandan köçürdü. Əslində Həmədana köçürmüşdü. Həmədandan köçürdü deyir burada. Hakimiyyət paytaxtı Həmədandan köçürdü, yanlışdır. Əslində paytaxtı Həmədana köçürmək desəydi daha doğru olardı. Naxçıvan yaxınlığında Gürcülərlə döyüşün baş verməsi Atabəylər dövləti qalib gəldi. Bəli, Atabəylər Gürcülər üzərinə qələbə qazanıb. Gürcü çarı 1-ci Demetrinin hücum etməsi Gəncənin qala-qapılarını qənimət kimi aparıldı. Bu da doğrudur. 1139-cu ilə aid olan hadisədir. Monqolların Eldənizlər dövlətinə hücum etməsi Eldənizlər dövləti süqut etmədi. Xeyr, Xarımşa Cəlaləddinin hücumu nəticəsində süqut edib. Ona görə burada doğru cavabımız 2 ilə 3 C variantı olur. Digər bir sualda Şimali Azərbaycan tarixi ilə bağlı 20-ci əsrin əvvəllərinə aid olan məntiqi acığı tamamlayın. 1907 inqilabının baş verməsi, çarizmin zülmünə qarşı azadlıq mübarizəsinin güclənməsi, Milli Demokratik Hərəkatın yeni mərhələyə daxil olması və bunun nəticəsi nə oldu? İlk ümumi tətili bundan əvvəl idi. Biz bundan əvvəl bilirik ki, 1903-cü ildə. Əncümənlər Şimali Azərbaycana aid olmadığı üçün götürmürük. Qafqaz canişinliyi yenidən bərpa olunur, ləğv olunmur. Muxtariyyət tələbinin irəli sürülməsi. Doğru cavabımız muxtariyyət tələbinin irəli sürülməsidir. Məsələn, Qeyrət Partiyası muxtariyyət tələb eləyir Azərbaycanda və ilk siyasi təşkilat isə Məmməd Əmin Rəsulzadə 1903-cü ildə yaratdığı üçün bunu götürmürük. 35-ci sualda, digər bir sualda Eylervin diaqramına əsasən İmam Mustafayev, Vəli Axundov və Heydər Əliyevin fəaliyyətinə aid olanları müəyyən etmək tapşırılır. Burada 1 İmam Mustafayev, 2 Vəli Axundov, 3 Heydər Əliyevin fəaliyyətidir. Burada da deməli diqqətlə yazırıq. 1 Vəli Axundov, 2 İmam Mustafayev, 3 Heydər Əliyev. Deməli ardıcılığa yenə diqqətlə baxaq ki, yanılmayaq. Deməli 1 İmam Mustafayev, 2 Vəli Axundov, 3 Heydər Əliyev. Yəni ardıcılıqla. Deməli 4 isə oxşar cəhətdir. İndi baxırıq. Milli dəyərlərə hörmət. Yəni ortaq cəhət A hamısında ortaq cəhətdir. Bakını Azərbaycan tərkibində çıxarması planının pozması İmam Mustafayevə aiddir.
İkinci Dünya Müharibəsi illərində Respublikaya rəhbərlik etməsi. İkinci Dünya Müharibəsi illərində Respublikaya rəhbərlik eləyən Mirzəcəfər Bağırov idi. Yəni bu düşməz. İcbari 10 illik təhsili belə deyək ki 1966-cı ildə aid olduğu üçün bunu götürürük Vəli Axundov. Çünki 59-dan Vəli Axundov idarə eləməyə başlayır. Ona görə dev Vəli Axundova aid olar. 2000 hektardan çox ərazinin ermənilərə verilməsi haqqında təsdiq olmuş qərarın icrasına yol verilməmişdir. Bu da Heydər Əliyev belə bir qərar qəbul olmuşdur, lakin ona yol verməmişdir. Bir də B olmalıdır, 2-də Y olmalıdır, bir də B. Deməli, bir də B olmalıdır, 2-də Y bəndi olmalıdır. Yenə diqqətlə baxaq. 2-də Y olmamalıdır. Bir dəqiqə, üzrlü sayın, yanlış qeyd etmişik. 3-ə Heydər Əliyevə aid olan 3-cü idi. 3-ə Y bəndi olmalıdır. 2-də isə icbari 10 illik Vəli Axundov 2-də idi, D bəndi. Bəli, 1-də B, 2-də D, 3-də Y, 4-də A. Doğru cavabımız A variantında verilmişdir. Yəni burada da A variantında 1-də B, 2-də D, icbari 10 illik təhsili Vəli Axundova aiddir. 3-də D bəndi. 3-də Y bəndi olur, 4-də A. Doğru cavabımız A variantına verilib. Digər bir sualda xəritədə ulduzla verilmiş şəhərlərin cədvəldəki şəhərlərlə ümumi cəhətləri müəyyən edin. Deməli, bu ərazi Bərdə ərazisidir. Bərdə yazırıq burada. İndi Bərdənin digər şəhərlərlə ümumi cəhəti, yəni oxşar cəhətini istəyir. Ərəb canişin mərkəzi olması, bəli, bir ilə oxşardır. Əvvəl Dəbil olub, sonra Bərdə. 10-cu əsrdə Səlcuqlar tərəfindən tutulması. 10-cu əsrdə Bərdə Səlcuqlar tərəfindən tutulması yanlışdır. 12-ci əsrdə paytaxt şəhəri olması. 12-ci əsrdə ümumiyyətlə Bərdə paytaxt şəhəri olmayıb, yanlışdır bu. Dərbəndlə bağlı əmirlik mərkəzi olmaları. Dərbənd əmirliyi mərkəzi Dərbənd şəhəri. Dərbənd əmirliyi olub, əmirlik mərkəzi olmaları. Deyək ki, bunu oxşar cəhət götürə bilərik. Liman şəhər, Bərdə liman şəhəri deyil, yanlışdır. Ərəb-Xəzər müharibələrində qədər Cənubi Azərbaycanın mərkəzi olması. Ərəb-Xəzər müharibələrinə qədər Cənubi Azərbaycan mərkəzi əvvəl Ərdəbil olub, sonra Marağa şəhəri olub. Deməli, bu da yanlış cəhətdir. Təbrizlə Monqolların birinci yürüşü zamanı tutulması. Monqolların birinci yürüşü zamanı tutulması Təbriz şəhərinin ortada. Bu səhvdir, yanlışdır. Birinci yürüşü zamanı tutulmadı. 10-cu əsrdə Slavyanlar tərəfindən tutulması. Təbriz Slavyanlar tərəfindən tutulmayıb, yanlış. Müəyyən müddət Şirvanşahların hakimiyyəti altında olmaları. Təbriz müəyyən müddətdə Şirvanşahların hakimiyyəti altında olmaları. Bəli, məsələn, 1-ci İbrahimin dövründə Təbriz tutulub, Bərdə və ərazilər tutulub. Ona görə bunu götürürük doğru cavab kimi. Deməli, burada olur 1-də A, 2-də A, 1-də A, 2-də A, 3-də C. Uyğun cavabımız C variantı olmalıdır. Yəni, burada C, yenə diqqətlə baxaq. Ərəb canişin mərkəzi olması düzdür. 10-cu əsr Səlcuqlar tərəfindən tutması. Yəni, 1-də B olan variantlar aradan getməlidir. 1-də B və yaxud C olan variantlar aradan getməlidir. Məlum məsələdir. Burada deməli 1-də A olan variant var. 2-də A olmalıdır. 2-də A olan variant əmirlik mərkəzi olmaları. Liman şəhər hesab olunur ki, Bərdə liman şəhəri deyildi. 2-də B olan variantlar yanlışdır. Və yaxud C olan variantlar 2-də yanlışdır. Deməli, burada doğru cavabımız C variantında verilib. 36-cı sualda və növbəti 37-ci suala baxaraq tarixi proseslərin məntiq arcığını tamamlayın. Konstantinopolun fəth edilməsi. Bu olub 1453. Deməli, Osmanlı tərəfindən tutulması. Ondan sonra nə baş verir? Osmanlıların Çiq Asiyada, Suriyadan keçən əsas ənəvi ticarət yolları nəzarəti altına keçməsi düzdür. B, 2-də B olmalıdır. Tacirlərin yeni yollar axtarması, bəli, bu düzdür. Deməli, və bunun nəticəsində böyük coğrafi kəşflərin baş verməsidir. Böyük coğrafi kəşflərin başlanması. Müstəmləkə işğallarının son olması yanlışdır, bu ola bilməz. İtaliya şəhərinin ərazi ticarəti öz əlinə alınması, bu xaç yürüşlərindən sonra idi. Kağız və barakla tanış olması xaç yürüşlərində, deməli, burada da D bəndi uyğun olar. Deməli, 1-də B, 2-də D olacaq. Deməli, 2-də B, daha doğrusu 2-də B, 4-də D uyğun cavabımız Y variantında verilib. 37-ci sualda
Və növbəti 38-ci suala baxsaq, burada qeyd edilir ki, xilafət Azərbaycanı möhkəmlənmək üçün köçürmə siyasətini fəal istifadə edirdi. Xilafət qoşunları Azərbaycanı tutduqdan sonra Küfə, Bəsrə və Suriyadan ərəb tayfaları ölkəmizdən köçürüldü. Xilafətin mətnində bəhs olunan siyasəti. Feodal münasibətin yaranması, feodal münasibətlər onsuz da var idi. Xilafətə qarşı narazılıqların olması. Bəli, köçürmə siyasəti narazılığa birmənalı olaraq səbəb oldu, düzdür. Feodal pərəkəndəyə son qoydu, yol açdı, bu deyil. Ərəb ailələri geri qaytarılmadı, xeyr. Yerli əhalinin böyük bir hissəsinin ərəbləşməsi nəticələndi, xeyr, ərəbləşmə deyil. Yəni, burada yerli əhali heç də ərəbləşmədi. Yəni, öz dilini qoruyub saxladı. Müəyyən qədər ərəb sözləri üzrə keçib, amma öz varlığını qoruyub saxladı. Xilafətə qarşı narazılıqlar səbəb oldu. Digər bir sual 8-ci əsrin 2-ci yarısında Roma və Manna dövlətinin idarəsinin sisteminə aid ölkənin canişinlər tərəfindən idarə olunması. Canişinlər 8-ci əsrdə məhdud hökmdar hakimiyyəti deyil, Senat Mannaya aid deyil, Ağsaqqallar Şurası 8-ci əsrin 2-ci yarısı. Bəli, məsələn 753 Ağsaqqallar Şurasının fəaliyyət göstərməsi olar. Canişinlər Mannada, deməli Romada canişinlər tərəfindən idarə edilməsi olmayıb. Padşahlar olub ya da ki imperatorlar, imperator ya padşah ya konsul bunlar idarə ediblər də. Yəni burada senatın fəaliyyət göstərməsi olmaz. Bu da Ağsaqqallar Şurasının fəaliyyət göstərməsi. Yəni D variantı uyğun cavab olardı. Burada D variantını uyğun cavab kimi götürürük. 40-cı suala baxırıq. Şimali Azərbaycan 19-cu əsrin 30-cu illərində baş vermiş üsyanların səciyyəvi cəhdləri müəyyən edin. Burada bir Şəkidir. 2 Quba, 3 Lənkəran götürülüb. Deməli, əvvəlcə Lənkəran olar, sonra Quba, sonra Şəki. Deməli, elə ardıcıl gedəcək. 1, 2 və 3 ardıcıl getməlidir. 1, 2, 3, daha doğrusu üzrlü sayın. Lənkəran, deməli, əvvəlcə Lənkəran olmalıdır, 3 olmalıdır. Lənkəran 1831-də baş verib, sonra 2 olmalıdır, 3-2 1 olmalıdır. Şəki ən sondadır. Deməli, əvvəl Lənkəran 1831, sonra Quba deməli 37-ci ildə baş verib, 1837, sonra Şəki baş verib. Deməli, 3-2-1 olmalıdır. 3-2-1-də deməli, burada C variantında göstərilib. Digər bir sualda SSR-nin rəhbəri Brejnevin fəaliyyət dövrünə aid olan xarakteri xüsusiyyətlər. Xan torpaqlarının istifadə verilməsi 54-də idi, 1954, bu götürülməz. Ordunun və təhlükəsizlik orqanlarının rolunun da artması doğrudur. 5 illik plan, ilk 5 illik 28-32-ci illərdədir. Bu düşməz. 1928 və 32-ci illər. Stalin şəxsiyyət pərəstliyin kəskin tənqid edilməsi, bu Xruşovun dövrünədir. Deməli, burada xam mal icra edilmə siyasətinin güclənməsidir. Yəni, burada 2 ilə 5 uyğun cavab olacaq. 2 ilə 5 də B variantında göstərilib. Digər bir sualda Azərbaycan Xalq Cümhuriyyətinin mədəni quruculuğudur. Yenə də diqqət edilir, mədəni quruculuqdur. Radiostansiya 26-da fəaliyyət göstərib. Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid deyil. Dövlət teatrının təşkil olması, bəli. Dövlət teatrının 1918-ci ilin oktyabr ayında Dövlət teatrının təşkil olması, Nadir Şah deməli, faciəsinin tamaşaya qoyulmasıdır. B-dir. Latın qrafikası tətbiq olunmur. Parlament, dövlət quruculuq tədbirlərinin savasızlıqla mübarizə o dövrə aid deyil. Yəni, Azərbaycan SSR dövrünə aiddir. Digər bir sualda Qəzvinin Səfəvilər dövlətinin paytaxtı olduğu dövrə uyğun gəlir. Qəzvin, deməli, paytaxt olur 1555-dən 1598-ci illəri əhatə eləyir. Yəni, bu illərdə olmalıdır. Əfqanların İsfahan şəhərini ələ keçirməsi, bu düşməz. 1722-dir. Təbrizi Osmanlılardan geri alınması, bu 1603-dür. Şəki hakim müstəqil 1551-dir, düşməz. Niyazabad yaxınlığında döyüşdə Səfəvilərin qələbə qazanması, Buğurt yaxınlığında döyüş, o da Osmanlıların məğlub edilməsi. Buğurtda deməli 1554-də olub. Osmanlıların məğlub edilməsi var, lakin bu dövrə düşmür. Burada Niyazabad yaxınlığında döyüşdə Səfəvilərin qələbə qazanmasıdır. Yenə baxırıq Şəki hakimi 1551, Təbriz Osmanlıların geri alınması 1603, Əfqanların İsfahanı ələ keçirməsi 722. Burada D uyğun cavab olar. Növbəti suala baxsaq, burada qeyd edilir ki,
Azərbaycan Respublikasının Heydər Əliyevin hakimiyyət dövründə həyata keçirilmiş sosial-iqtisadi tədbirlərə aid olan cəhət. Birincisi 93-97-dir. İkinci 98-2002-dir. Deməli, Kürdən su kəmərin çəkilməsi yanlışdır. Biri A olan variantları aradan götürərik. A olan variantlar gedir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi 93-97 olduğu üçün götürmür. Torpaq islahatına aiddir. Deməli, bir də C qalır. Deməli, bir də B olan variantlar da yanlışdır. Bir də B yanlış götürürük. Sonra 2-yə baxırıq. 2-cə deməli 98-2002-dir. Dünya inteqrasiyanın genişlənməsi ola bilər. Neft fondu 99-dadır, götürə bilərik. Bütün çadır şəhərciklərinin ləğv isə 2007-ci ildədir. Deməli, 2-də C olan variant yanlış olar. Həm də sosial tədbirlərə aid. 2-də C olan variant yanlışdır. Deməli, burada qalır 1-də C, 2-də A, B. Uyğun cavabımız Y variantında verilib. 45-ci sualda Teymurlər dövlətinin Ağqoyun dövlətinə oxşar və Qaraqoyun dövlətindən fərqli xüsusiyyətləri, idarəetməni tənzimləmək üçün qanunlar toplusunun idarəetməni tənzimləmək üçün qanunlar toplusunun tərtib edilməsi, Ağqoyunlarda idarəetmədə vergilər nizama salmaq üçündür. Qızıl Ordu dövlətinin hücumuna məruz qalması. Bu 2 olmaz. Ağqoyunun Qızıl Ordu dövlətinin hücumuna məruz qalması. Yəni 2 olan variantları çıxırıq. Rəqiblərinə qarşı müharibədə Şirvanşahlarla müttəfiq olması. Rəqiblərinə qarşı Şirvanşahlar müttəfiq olub Osmanlı ordusunun məğlub edilməsi. Şirvanşahlarla müttəfiq olublar, düzdür. Deməli, Şirvanşahlar rəqiblərinə qarşı mübarizədə Şirvanşah, amma Qaraqoyunluda da var idi də bu rəqiblərinə qarşı mübarizədə. Məsələn, Cahanşah Şirvanşahlarla müttəfiq olub rəqiblərinə qarşı. Məsələn, Şeyx Cüneydlə. Ona görə bu 4-ü götürməyəcəyik. Burada 4 götürülmür. Deməli, burada 1-3-5-dir. Qanunlar toplusu 3, 16-cı əsrdə süqut etməsi, Osmanlı ordusunun 1-3-5, yəni burada C variantını götürürük. Digər 46-cı sualda klassik feodalizm dövründə yaranmış dövlətlər. Klassik feodalizm yadda saxlamaq lazımdır ki, 11-15-ci əsrləri əhatə edir. 11-15 Rusiya imperiyası 1721-dir, düşməz. Fransa krallığı 9-cu əsrdə düşməz. Deməli, Hülakilər dövlətini götürmək olar. Deməli, 1258-dir. Böyük Moğolu 1526-da düşməz. Dehli düşər 1206-da. Deməli, burada 3 ilə 5-i uyğun cavab götürür. Burada Y variantı doğru cavabdır. 47-ci sualda deyir ki, Qüvalı Fatih xanın köçürmə siyasətinə aid olan amillər. 18-ci əsrin 40-cı illərində Cənub xanların ali köçürmə. Bu Qüvalı Fatih xan özü 1758-də hakimiyyətə gəlib. Ona görə 40-cı illərdə aid ola bilməz. Ona görə bu səhvdir. Dövlətin sərhədlərini möhkəmləndirmək üçün Muğamdan Şahsevan tayfalarının bir hissəsinin xanlığa köçürməsi düzdür. Dövlətin sərhədlərini möhkəmləndirmək Rus Kazaklarının Dərbənd və ətrafına özü köçürməsi yanlışdır. Şirvanda özünə dayaq yaratmaq üçün deməli Dərbənd əhalisinin bir hissəsinin özü köçürməsi. Şirvanda özünə etnik. Əslində Şirvanda Xorasan vilayətinin əhalisinin bir hissəsini bura köçürür, sərhədlər. Xorasandan köçürmə etmir. Yanlışdır. Xorasan Fətəli xan Xorasandan niyə köçürsün əhalini? Bu yanlışdır. Deməli, burada doğru cavab olur 2 və 4. 2, 4. Şirvanda özündə Dərbənd əhalisinin bir hissəsinin bura köçürməsi. 2 ilə 4. A variantı uyğundur. Yer 48-ci sual Osmanlı Sultanı 2-ci Səlimin daimi fəaliyyətə başlayan səfirlilərin açdığı ölkələri xəritədə müəyyən edin. İngiltərə, Fransa, bir də Avstriya dedi. Deməli, Avstriya göstərilməyib. Deməli, İngiltərə, Fransa 1 və 5-dədir. 1 ilə 5 də A variantında göstərilib. 48-də A variantı olmalıdır. Növbəti baxaq. 48-də A. Növbəti 49-a baxsaq, burada qeyd edilir ki, 18-ci əsrin ikinci yarısının Səfəvi dövlətinin idarəetmə sistemi üçün xarakterikdir. İnzibatiyyətin 3 bəy, 4 bəylərbəyliyi idi. Mahalların bəylərbəylə bölməsi. Bəylərbəyi mahallara bölünür. Vəzirlərin yalnız bəylərbəyi səbəb etməsi yanlışdır. İlk dəfə olaraq tayfa başına irsili prinsipin ləğv edilməsi bu Şah Abbasın dövründə 17-ci əsrin birinci yarısında da var idi. İlk inzibati ərazinin sultan tərəfindən idarə olması. Cavabımız Y variantıdır. Digər 50-ci sualda 1918-19-cu ildə aid olan hadisə nəticələri əlaqəli müəyyən edin. AXC Gürcistan Müdafiə Nazirliyinin hərbi müdafiə sazişinin imzalanması Çar Rusiyasına qarşı. Xeyr, burada Çar Rusiyası yox idi artıq.
devrilmişdi. Sovet Rusiyası ola bilər, həm də yeni kinçilərə qarşı müqavilə bağlamışdılar. Bir yanlışdır, bir olanları çıxırıq. Deməli, Qarabağ general qubernatorun yaranması, Qarabağda erməni əhalisinin AXC hökuməti ilə saziş imzalanması, Mudros barışıqlı imzalanması, Türkiyə Cumhuriyyəti. Mudros Osmanlı, Türkiyə Cumhuriyyəti Mudros müqaviləsində yox idi. Ona görə də 3 olan variantlarda getməlidir. General Thomsonun rəhbərliyi İngilislərin Azərbaycan daxil olması Bakıda general qubernator yaradıldı. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ermənilərin iddialarına son qoyuldu. Xeyr, son qoyulmadı. Və bu da yanlışdır. Doğru cavabımız 2-4B variantı qalır. Digər bir sualda 1-ci Dünya müharibəsi illərində Qafqazda baş vermiş əməliyyatlar üçün xarakterlidir. Alman qoşunu Osmanlılar üzərinə tərəfinin məğlub olması bəli doğrudur. Bu Alman gürcü qoşunlarının məğlubiyyətə uğranması. Sarıqamış döyüşündə Sovet Rusiyası. Bax, burada diqqət etməlidir. Çar Rusiyası idi, Sovet Rusiyası deyildi. Ona görə 2 olan variantlar gedir. İngilis qoşunlarının Bakıya daxil olmasını götürə bilərik. A qvardiyaçılara görə AXC mübarizə aparmayıb. 4 yanlışdır. Deməli, burada 1-3B variantı qalır. 52-ci sualda feodal çəkişmələrin davam etməsi, müharibələr, mərkəzi hakimiyyətin getdikcə zəifləməsi ölkənin iqtisadi inkişafına ağır təsir göstərdi. Onun müdafiə qabiliyyətini xeyli azaltdı. Belə bir şəraitdə Monqolların Azərbaycan yürüşü nəticəsində zəifləyən bu dövlət xarazmşıqlarla təbliğ tutması ilə süqut etdi. Bu Atabəylər dövlətidir. Atabəylər. Mətndə süqutundan bəhs olunan dövlətin Şirvanşahlar dövlətinə oxşar cəhət. Yadellilərin hücum nəticəsində süquta uğramışdır. Yadellilərin hücum nəticəsində süquta uğramışdı. Bunu Şirvanşahlar Səfəvilər tərəfindən süquta uğradılıb. Türk mənşəli sülalə tərəfindən yaradılıb. Xeyr, Şirvanşahlar türk deyildi. Gürcülərlə müharibə aparmışdır. Atabəylər hər ikisi gürcülərə qarşı mübarizə aparıb. Məsələn, Naxçıvan döyüşü Ləncilər, Atabəylər və burada Şirvanşahlar da mübarizə aparıb gürcülərə qarşı. İraq Səlcuq sultanları ilə mübarizə aparmışdır. Bəli, Atabəylərdə də olub. Eyni zamanda, məsələn, 1122-ci ildə Mahmud hücum eləyəndə mübarizə aparıb. Eyni zamanda deməli, Atabəylər də 1190-cı ildə Qızıl Arslan, məsələn, İraq Səlcuq sultanı 3-cü Toğrulu məğlubiyyətə uğratmışdır. Burada doğru cavabımız deməli 3-lə 4-dür. Burada yadelli, yəni Səfəviləri yadelli hesab etmədiyimizə görə, Azərbaycan dövləti olduğuna görə bunu yadelli hücumlar isə süquta uğramışdır, yanlışdır. Burada 3-dən 4-ü götürəcəyik, yəni A variantını götürərik. 55-ci sualda verilmiş rayonların ümumi cəhətləri. Burada Füzuli və Cəbrayıl rayonları göstərilib. 93-cü ildə bəli, avqustanda hər ikisi işğal olunub. 1 var. Aprel döyüşləri arasında hərbi əməliyyatlar aparılmışdır. 2-ni də götürə bilərik. Aprel döyüşü 1-2 var. Yəni burada da 1 ilə 2-ni götürürük. Və 1-ci Qarabağ müharibəsi nəticəsində tamamilə işğal altında. Xeyr, tamamilə deyil. Vətən müharibəsi ərəfəsində rayon mərkəzi ərəfəsində işğal altında idi. Doğrudur. 1-2-4-ü götürürük. 2020-ci ildə noyabr ayının əməliyyatı aparmadan təhvil edilmişdir. Xeyr, Kəlbəcər idi, Ağdam və Laçın rayonları təhvil verilməli idi. Burada Vətən müharibəsi dövründə əslində işğaldan azad olmuşdur. Ona görə 1-2-4 uyğundur. 54-cü sualda qeyd edilir ki, Bizans imperiyası 6-cı əsr tarixi üçün sərcəvidir. Ərəb xilafəti müharibət bir sərhədini itirməsi. Bəli, Suriya və Fələstini itirir, Misiri itirir. Sasani dövləti ilə müharibə aparması da doğrudur, götürə bilərik. Ali məhkəmə orqanlarının müraciət etmə hüququdur. Vandal və Oskot krallığı bu dövrdə tutulması Balkan yarımadasında deyildi bunlar. Sonra deməli bunu götürə bilmərik. Burada 1 ilə 2 qalır. 1 ilə 2 doğrudur. 55-ci sualda ibtidai icma quruluşuna aid olan xronoloji acıma, yəni tacirlər qrupunun yaranması, Son Tunc, Ataxan Erkən Tunc, Ali Otakizm, Neolit, İstehsal təsərrüfatının əsasının qoyulması. İstehsal təsərrüfatının əsasının qoyulması. Deməli, əhalinin otaq həyata keçməsidir əvvəl, sonra istehsal təsərrüfatının əsasının qoyulması. 3-4. Deməli, burada olar 3-4. Əhalinin otaq həyata keçməsi 3. Sonra təsərrüfat yaranırdı 4. Sonra olmalıdır. Ana xaqanlıq, ata xaqanlığına əvəz olması 2 olmalıdır. Sonra 1 olmalıdır sonunca. 19-cu əsrin 1-ci əsrindən fərqli olaraq 19-cu əsrin 2-ci əsrin Cənubi Azərbaycan tarixi kimi vəqf torpaqları hər ikisinin mövcud olub. Şah tərəfindən xarici torpaqların satılması 19-cu əsrin 2-ci əsri 1886-dır.
Əncümənlər bu dövrdə yarandı. Məşrutə hərəkatının dövrü. Milli hökumət də yaranmayıb bu dövrdə. İlk anti-imperialist çıxışın baş verməsi Talbota qarşı doğrudur. Deməli, burada doğru cavabımız 2 və 5-dir. 57-ci sualda qeyd edilir ki, Ağsuvar Xaqan, Qutlug Bilgə Xaqan, Sultan Mahmud Qəznəvi. Deməli, Ağsuvar Xaqana aid olduğu götürür. Sultan Mahmud Qəznəvi. Sasani ordusunun məğlub edilməsi Ağsuvar Xaqana aiddir. A. Balasagun şəhərinin paytaxt çevrilməsi. Burada Balasagun. B. Qutlug Bilgə Xaqana aiddir. Dəndənəkan döyüşündə iştirak etməsi heç birinə aid deyil. Məsudun dövrünə aiddir. Bu Qəznəvilərə aid olsa da Mahmudun dövrünə deyil. Qaraxanlı dövlətinin hökmdarı olması Qutlug Bilgə Qədir xandır. Oğuz Xorasanda köçürməsinə icazə verilməsi Mahmud Qəznəvidir. Burada da Y3-ə aid olar. Y-ni də 3-ə götürürük. Digər bir situasiya tipi tapşırıq var. Rusiyanın müharibədə məğlub etdi. 18-ci əsrin sonlarında imperiyanın siyasi və iqtisadi böhranı daha da dərinləşdi. Böhrandan çıxartmaq üçün Səlim taxta çıxan kimi islahatlar layihəsi hazırlandı. 1792 Nizami Cədid islahatlarıdır. Sultan fərmanına əsasən hərbi vəzifəsini yerinə yetirməyən Lenin sahiblərinin timar və ziyamət alındı. Hərbi korpus yaradılmalı idi. Mənbədə bəhs olunan Sultanın dövründə Osmanlı nəzarəti altında Misir hücum edən dövləti müəyyən edin. Misirə hücum edən Fransa idi. Burada yazırıq Fransa. Bəhs olan islahatların uğursuz olması, qətiyyət göstərməməsi, Yeniçərilərin müqavimət göstərməsi idi. Və sonra Rusiyanın apardığı müharibənin sonunda imzalanmış müqavilə bəhs olan dövrdə Rusiyanın apardığı müharibənin sonunda imzalanmış müqavilənin Osmanlı dövləti üçün mənbədə verilmən 2 nəticəsini müəyyən edin. Bəhs olunan dövrdə Rusiya ilə apardığı müharibənin 1787-91-ci ildə Yazsı müqaviləsinə görə də mənbədə verilməyən hissəsini 2 nəticəsini müəyyən edin. Rusiya Qara dənizdə qəti olaraq möhkəmləndi və Osmanlı Krımın və Şərqi Gürcüstanın Rusiya tərəfindən işğal olması ilə barışmalı oldu. Diqqətiniz üçün təşəkkür edirəm.